Əziz dostlar, axşamınız xeyir olsun. 15 dekabr 2025-ci il növbəti videom Antalya ili Dəmrə ilçəsindəyik. Və əlbəttə ki, bundan öncəki videolara baxanlar bilirlər. Orada qeyd eləmişdim. Mənim səfərim elə Dəmrəyə idi. Dəmrənin Kaleköy mahalləsinə, Üçağız mahalləsi Kaleköy, orada çox tarixi əski adıyla Simena kəndi var. Və indiki adıyla Kaleköy dünyanın ən gözəl köylərindən biridir. Oradan video çəkdim və geri qaydanda Dəmrə mərkəzə gəldim. Buradan da inşallah sabah yəqin ki istirahət edib sabah Finike, Kumluca kimi digər ilçələri də göstərərəm. Çünki biz həmişə Antalyanın mərkəzinə qədər olan ilçələri videolarda paylaşıram. Bura yolumuz az düşür. Əsasən Manavgat, Serik, Alanya, Qazipaşa, mərkəz ilçələr də Antalyada Konyaaltı, Kəpəs filan və oradan bu tərəfə Finike, Kumluca kimi gözəl ilçələr var və əlbəttə ki Dəmrə. Dəmrədən sonra da hardasa buradan 1 saat məsafədə 50-55 kilometrdə Kaş yerləşir. Kaşda olduğumuz üçün, videomuz olduğu üçün ora getmirik. Bura Dəmrənin mərkəzi hissələrindən biridir. Qarşı tərəfdə bələdiyyə binası var. Burada Qaziantep restoranı, çoxlu restoranlar, kafelər var. Bu küçə ümumiyyətcə gözəl işıqlarla bəzədilib. Baxın, işıqlarla bəzədilib, gözəl. Dəmrənin əhalisi hardasa 30 min nəfərə yaxındır. Akdeniz sahillərində yerləşir, dəniz qarşıdadır. Bu arxamda isə böyük bir meydan var. Meydan var. Burada açıq kafedir, Nur Pastanəsi. Və Dəmrə nə ilə məşhurdur? Tam mərkəzdə Aziz Nikolas kilsəsi, Noel Baba kilsəsi də adlanır. Görməli yerlərdir. Mayra kalesi var. Yəni çox gözəl, maraqlı bir yerdir. Dağların ətəyində yerləşir. Şəkillərdən görmüşəm. Düzdür, oralara gedə bilməyəcəyik. Qaziantep restoranı və təklif edirəm bu küçə ilə biraz hərəkət eləyək, baxaq Dəmrədə nə var, nə yox. Bəli, Dəmrənin plyajları da var, çünki Akdenizin sahilində yerləşir. Yol boyu gözəl mənzərəli yerlər, plyajlar var. İndi bu küçə maraqlı küçə oxşuyur. Burada biraz gəzək, baxaq nə var, nə yox. Sonra oturub yemək yeyərik. Bugün yəqin ki Finike'də gecələyərəm. Sabah Finikeni göstərərəm, sonra Kumlucanı, sonra inşallah Alanya'ya qayıdarıq. İşlərimiz var. Artıq istirahətimiz yekunlaşsın. Bu küçədə bəli, çoxlu marketlər, restoran, kafelər. Burada Hatay sofrasıdır. Görsənən odur ki, mərkəzi küçələrdəndir bura. Artıq saat 7-yə işləyib, 6-nı keçib. 7-yə 15 dəqiqə işləyib, hava qaralıb. Sabancı kafe, patisserie. Bax belə dostlar. İlk dəfə gəldiyim Dəmrə ilçə mərkəzini sizə təqdim edirəm və bərabər gəzirik. Heç vaxt bu küçələrdə olmamışam. Amma gözəl, səliqəli binalar, mağazalar, restoranlar, kafelər. Qarşıda Migros'u görürəm solda. Mən tam yolun ortası ilə gedirəm. Hər tərəf görsənsin. Baxaq görək, maraqlı nələr var burada. Bura gələndə, Dəmrəyə tərəf gələndə Antalyadan Kumlucanın mərkəzindən keçdim. Ora çox xoşuma gəldi. İnşallah sabah qismət olsa Kumlucanı göstərəcəm. Avtovağzalları da bu tərəfdə idi. Elə mən deyəsən maşını avtovağzalın park ərazisində saxlamışam. Bax, belə bir küçədir, axıra kimi gedir. Gəlmişkən yolu kestim. Gəlmişkən biraz gəzək, baxaq. Düzdür, hava qaralıb, amma yenə də maraqlıdır.
Yəqin ki Antalya'da da Alanya'da da Demre ilçəsindən olan dostlar, tanışlar var, baxacaqlar. Öz şəhərlərinin, ilçələrinin videosunu görəcəklər. Əlbəttə ki Demre'nin ən görməli yeri Üçağız mahalləsi, Kaleköy, Kekova. Ora mütləq gedin. Buradan hardasa 15-20 kilometr məsafə, yarım saat. Maşınla yarım saatı oradasınız. Çox gözəl yerdir, çox huzurlu, çox möhtəşəm yerdir. Bir öncəki videoları izləyin, görəcəksiniz. Çox məşhurların orada evləri var. Mən isə Demre mərkəzdəyəm və telefon əlimdə kadrlarla sizi baş-başa bırakıram. Ağaçları gözəl işıqlandırma sistemi ilə bəzəyiblər. Yeni il qabağı, Apava. Deyəsən bu yol çox güman ki dənizə gedir, çıxır. Bura xalq bazarıdır, otopark. Bu tərəfdə Waikikinin mağazası var böyle. Qarşıda BİM. Gözəl səliqəli binalar. Əsasən 4-5 mərtəbədir. Müxtəlif geyim və idman malları mağazası. Deməli əziz dostlar, indi soruşdum. Bura Noel Baba caddəsi adlanır. Mən videoya başladığım yerdə Aziz Nikolas, yəni Noel Baba kilsəsi var idi, meydan və bu küçə də Noel Baba kilsəsi adlanır. Burada bir dənə də küçə var, Andrey Karlov adına. Səhv eləmirəmsə o Türkiyədə qətlə yetirən Rusiya səfiri idi. Onun adına verilmişdi. Düz maşınla keçəndə gördüm. İndi yəqin ki oranı tapa bilmərəm. Hava da qaralıb. Biz isə biraz da qabağa gedək, baxaq nə gözləyir bizi. Əziz dostlar, gəldik, çıxdıq yolun sonuna. Baxın, burada sol tərəf Finike Antalya, sağ tərəf Kaşfetiye yoludur. Düz getsə isə sahilə çıxırıq, dənizə. Amma dedilər biraz məsafə var. Hava da qaralıb, orada da artıq ağaçlardır, belə bir şey yoxdur. Və dönüb geriyə baxırıq. Arxada Noel Baba caddəsi qalır. Gözəl işıqlı bir tərtəmiz küçə. Bəli, bura Antalya Demre ilçəsi idi. 30 min hardasa əhalisi olan səliqəli. İlk təəssüratlarım çox yaxşı. Gözəl bir yerdir. Gəlsəniz baş çəkəcəyiniz yerlər məlum. Videoda qeyd elədim. Mən də yavaş-yavaş qayıdım, istirahət eləyim. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.